Qardaşımız soruşur ki, Qurani Kərim bilirik ki, Ramazan ayı, möhtərəm qardaşlar, Quran ayıdır. Ramazan ayında ən çox edəcəyimiz əməl, ibadət, Quranı oxumaq və onu dərk etmək ayıdır. Tədəbbür etmək, düşünmək, Qurani Kərimdən nəticələr çıxartmaq ayıdır. Necə ki, Rəbbimiz Qurani Kərimdə də buyurur ki, Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an. Ramazan o aydır ki, Qurani Kərim Ramazan ayında nazil olub. Və bu ayda Qurani Kərimi həm oxumalıyıq, həm də onu tədəbbür etməliyik, möhtərəm qardaşlar. Onu düşünməliyik, tədəbbür etməliyik və həmçinin onu tövsiyə etməliyik ailəmizə, övladlarımıza, daha çox oxusunlar, daha çox vaxt ayırsınlar. Və qardaşımızın da sualında hansı ki onu oxuyub tədəbbür etmək haqqında. Bəli, oxumaq gözəldir. Ola bilər ki, insan bütün ayələrə vaxt ayıra bilməsin. Ancaq Qurani Kərimi ən azından bir neçə dəfə xətm etməliyik Ramazanda. Ancaq qaldı ki, tədəbbür hər gün müəyyən bir dərs götürürsən ki, bir neçə ayəni oxuyub tədəbbür etmək. Ancaq sən bütün ayələri bunu etsən, artıq Qurani Kərimi oxumağa vaxt ayıra bilməyəcəksən Ramazanda. Ona görə Qurani Kərimi daha çox oxumaq və bildiyimiz kimi hər hərfinə 10 savab var. Və çalışmalıyıq ki, Ramazan ayında ən azı bir neçə dəfə Qurani Kərimi xətm edək. Başqa aylardan fərqli olmalıdır Ramazan ayı. Əgər Ramazandan qeyri vaxtlarda da və Ramazan ayında da eyni şəkildə oxuyuruqsa, deməli Ramazan bizə heç nəyi vermədi. Ramazan bizə heç nəyi tövsiyə etmədi. Ramazan bizim yetişməmizdə, yəni onun üzərində çalışa bilmədik. Nəfsimizi hesaba çəkə bilmədik. Ramazan artım ayıdır. Yəni artmalıdır insan. Yəni əvvəlki aylardan fərqli olaraq Ramazanda Qurani Kərim də, ibadətlər də, xeyir əməllər də daha çox olmalıdır. Əgər eyni halda davam edirsə, deməli Ramazandan nəticə çıxara bilməmişik. Ramazanı layiqincə dəyərləndirə bilməmişik, möhtərəm qardaşlar. Ona görə Qurani Kərimdə səhlənkar olmaq olmaz. Günümüzün çoxunu Qurani Kərimə verməliyik. İşdə olarkən, yol gedərkən, maşında olarkən ancaq Qurani Kərimə vaxt ayırmalıyıq. Bu ay Quran ayıdır. Və qaldı ki, möhtərəm qardaşlar, qardaşın gətirdiyi kimi düşünmək, tədəbbür etmək üçün də az da olsa vaxt ayırmalıyıq. Çünki insanın imanı Qurani Kərimi tədəbbür etdikdə, onu düşündükdə artır. Necə ki, Rəbbimiz ayət kərimələri bizlərə Qurani Kərimdə gətirir və bir neçə ayətdən bir bizlərə buyurur ki, əfələ təqilun, əfələ tətəfəkkərun, əfələ tətədəbbarun, əfələ tubsirun. Yəni, görməz misiniz, düşünməz misiniz, fikirləşməz misiniz? Yəni, hamısı bizim üçün bir mesajdır. Rəbbimiz bizlərə buyurur ki, diqqətli olun, düşünün, tədəbbür edin. Və başqa bir ayət kərimədə Rəbbimiz buyurur ki, əfələ yətədəbbarunəl Qur'an əm alə qulubin əqfaluhə. Onlar Quranı tədəbbür etməzlərmi, düşünməzlərmi? Əm alə qulubin əqfaluhə. Yoxsa qəlbləri bağlıdırmı? Ona görə insan Qurani Kərimi düşünmək üçün də vaxt ayırmalıdır. Oxuduğu kimi düşünmək üçün də vaxt ayırmalıdır.